Britaniya Geoloji Xidmətinin məlumatına görə tac kütləsinin atılması Günəşdə baş verib və indi planetimiz yeni bir maqnit qasırğası ilə üz-üzədir. Lent AZ-ın xarici Kivlə istinadla xəbərinə görə, alimlər planetimizin hələ də yüksək geomaqnit şəraitini qoruyan Günəşin tac dəliyindən təsirləndiyini bildirirlər. Oktyabrın 31-i, noyabrın 1 və 2 də daha bir yüksək sürətli axının meydana çıxacağı və bu da gələcək aktivlik dövrlərinin ehtimalını artıracağı gözlənilir. Oktyabrın 29-da Günəşdə də tac kütləsinin atılması baş verib. Bildirilir ki, bu, yaxın günlərdə gözlənilməz bir zərbəyə səbəb ola bilər. Lakin elm adamları hələ də hesablamalar üzərində işləyirlər. Maqnit qasırğaları daha tez-tez baş verəcək. Nə məlumdur, Günəş ləkələrinin, alovlanmaların və koronal kütlə atılmalarının sayında artımla yenidən aktivləşib. Alimlər qeyd edirlər ki, Günəşin ən sakit olduğu 2008-ci il minimumundan sonra aktivlik tədricən artmağa başlayıb. 2008-ci ildən bu günə qədər Günəş küləyinin sürəti 6%, sıxlığı 26%, temperatur 29% və planetlərarası maqnit sahəsinin gücü 31% artıb. Günəş aktivliyinin artması daha çox geomaqnit qasırğası, parlaq qütb parıltısı və peyklər və kosmik missiyalar üçün potensial risklər vəd edir. Bu oyanışın səbəbləri hələ də bəlli deyil.